21 yaşından bu məscidin elə Axund imamı kimi, indi nə dərəcədə xidmətli, vallahul alim, ən doğrusun Rəhman və Rəhim olan Allahımız bilir. Amma həmd olsun o illərdən bəri həmi məscid möminlərinin, həmi kənd və qəsəbə sakinlərinin dinə, məzhəbə şövq ilə günü-gündən artdığının şahidiyik. İllər keçmişdi, biraz təmirə ehtiyacı var idi. Yenə elə öz cəmaatımızın, xeyrsevər insanların, kənd, qəsəbə və ətrafda olan dostların, qardaşların köməkliyi və səyi nəticəsində həmd olsun İmam Həsən əleyhissalam adına olan məscidimiz, hal-hazırda bu dayandığımız ibadət kompleksi məscidimiz ərsəyə gəldi. Rəbbimizə şükürlər olsun ki, ayət-i şərifədə qeyd olunduğu kimi Əuzu billahi mineşşeytanirracim İnnəmə ya'muru masacidəllahi mən əmənə billahi vəl yevmil axir. Allah evlərini Allaha inananlar, axirətə əqidəsi, inamı olanlar təmir edər və məhz elə qardaşlarımızın, təbii ki, orada təmir vaxtı fərq etməz, iffət, ismət sahibi olan analarımızdan da, möminə bacılarımızdan da dəstək oldu. Bir sözlə o vəhdətin nəticəsində, o birliyin nəticəsində bu gözəllik, ilahi əsər ərsəyə gəldi. Təbii ki, belə bir deyim var, məsələn, bu əldir. Hər barmağın özünün bir gücü var. Amma bu barmaqlar cəmləşəndə yumruq zərbəsi yaradır və vəhdət, birlik olan halda təbii ki, güc də olur və gözəllik də ərsəyə gəlir. Məhz bu gözəllik, məscidin bu dizayn baxımından, rəng və s. elə şavirhum fil əmr ayəsinə onlarla məşvərət edin deyə bu sahədə mütəxəssislərlə də məşvərət məsləhət elədi və sonda gözəl bir iş ərsəyə gəldi. Çox təşəkkür edirik Hacı, məscid haqqında həqiqətən də çox təfərrüatlı məlumat verdiniz. Elə məscidin həm daxili işlənmələri, həm tərtibatı həqiqətən göz oxşayandır və elə daxili interyerdə həqiqi mənada öz gözəlliyinə insanı valeh eləyir.